Bir adam açır bir restoran, adi kafe tipində, yəni stolova tipində yeməkxana və bu 5-ci segmentdir. İnsanlar gəlir, 5-6 manata orada yemək yeyirlər, dobro olur və gedirlər, amma çox gəlirlər. Və bu insan çoxu qəbul edə bilir. Həcmi hesablanmışdı. Həcmi hesabla, həcm, yəni onun üçündür ki, hazır yeməklərdir, tez-tez çəkirlər, verirlər və insanlar oturdu, yedi, durdu, getdi, başqaları gəldi. Amma burada əgər adam qiymət təyin eləsə ki, məsəl üçün sub 8 manatdır, ora heç kim gəlməyəcək. Artıq segmentləşmə keçir lüksa, 6-cı segmentə. Bu gün mən adi baxıram bazar analizini eləyəndə insanlara, çox adam keyfiyyəti və qiyməti tutuzdura bilmir. 5 üçün satmaq istəyir, qiyməti baha qoyur. Və yaxud da səndə tərsinədir. Bax, sən bahalı məhsul gətirə bilərsən, keyfiyyətli məhsulu hamıya sata bilərsən. Ki hamı bunu ala bilsin. Qiyməti aşağı qoyursan, təbii ki, burada sənin marjan aşağı düşür. Yəni real кейslər var ki, Elə də. sən hamıya bərabər eləmək istəyirsən, bərabər satmaq istəyirsən ki, eyni olsun.